Hər birinizi xoş gördük, hörmətli tədbirçiləri. Bugün biz Səliyan şəhərində Ana Günü İctimai Birliyinin ilk tədbirinə toplaşmışıq. İctimai Birliyi bugün Azərbaycan Respublikası Prezidentinin qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə Kürd sahə ərazilərdə biomuxtəlifliyin bərpası və alternativ ekoloji vərdişlərin təşviqi layihəsinə start verir. İcazə verin, ilk növbədə mən bu layihənin ərsəyə gəlməsinə görə Dövlət Dəstək Agentliyinə öz dərin təşəkkür və minnətdarlığımı bildirir ki, artıq 15-ci ilə yaxındır, 15-ci ildir ki, Ana Günü İctimai Birliyi sənəddə fəaliyyət göstərir. Onun əsas fəaliyyət istiqaməti Kürd sahənin problemlərini öyrənmək, ailə arasında maarifləndirici tədbirlər keçirməklə insanların ictimai iştirakçılığa cəlb etmək, nəticə etibarilə Kürd ətrafı ərazilərdə biomuxtəlif bərpası, ətraf mühitə vurulan ziyanın təsirinin azaldılması istiqamətində insanları bir araya gətirməkdir. Mən çox qürurla deyə bilirəm ki, bu 15 ildə icra etdiyimiz layihələrdə siz dəfələrlə iştirak eləmişsiniz. Bizim layihənin məqsəd və məqsədlərini bir daha hiss edirsiniz, duyursunuz. Ona görə mən layihənin növbəti start layihəsində bugün bizə yaradılmış bu şəraitə görə Səliyan rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbərliyinə, eyni zamanda regional təhsil idarəsinin rəhbərliyinə və ev sahibliyi etdiyimiz pedaqoji kollektivin rəhbərliyi gələn əlimə dərin təşəkkür və minnətdarlıq bildirirəm ki, bu tədbirin ərsəyə gəlməsinə hamı biraz ürək qoyur, hamı biraz həvəslə başlayır. Xüsusən könüllülərimiz stol üstün təzəvvür almasında, digər məsələlərdə, yardımcı məsələlərdə bizi yaxından köməkli göstərirlər. Beləliklə biz layihəyə start veririk. İcazə verin, bir ənənə olaraq bugünkü tədbirin mahiyyətinin fəlsəfəsinə uyğun olaraq mən Ulu Öndəri xatırlatmaq istəyirəm. Ulu Öndərin xatirəsi bir neçə gündən sonra doğum günüdür. Eyni zamanda rayonumuzda bu sahədə müxtəlif tədbirlər keçirilir. Qoy bizim də Ana Günü İctimai Birliyi olaraq biz də onun xatirəsini, eləcə torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban verilmiş şəhidlərimizin xatirəsini, eyni zamanda mən buna əlavə eləmək istəyirəm. Rayonumuzun həyatdan keçən elm, maarif ziyanlarını, cəsarət xadimlərini bir dəqiqələ şükürlə yad edən Allah onları quşatır. Allah rəhmət eylesin. Dövlət qurumu olaraq Ekologiya Təbii Sərvətlər Nazirliyinin Üç-Ali Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin əməkdaşı Müşfiq müəllimimizləndir. Eyni zamanda Səliyan rayon İcra Hakimiyyəti başçısı, şəhər ərazisi, inzibati ərazisi nümayəndəsi Abbas müəllim məclisimizdə İcra Hakimiyyətinin strukturunu təmsil edir. Səliyan Bələdiyyəsinin sədri qardaşlıq Dəlman müəllim layihədə iştirak edir və onu deyim ki, layihəmizin dəstəkçisi məhz Səliyan Bələdiyyəsidir, onu dəstək göstərər. Eyni zamanda ictimai birlik təmsilçilərimiz var. Ben burada əməkdar müəllimimiz Alıverdi müəllimi sizə təqdim etməyə ehtiyac yoxdur. Alıverdi müəllim bizimlədir. Ağsaqqallar Şurası Məhəmməd müəllim burada bizimlədir. Sonra Mübariz müəllim İctimai Şuranı təmsil edir, həm də Səliyan ziyalılarını təmsil edir. Tarihi müəllim həm İcra Hakimiyyətində yanında şuracı Rayon Ziyalılar Birliği'nin sədr müavini, eyni zamanda Aqrar İnşaat Mərkəzi rəhbəri kimi həm də bizim İctimai Birliğin fəaliyyətində yaxından dəstək verib ziyalı kimi bugün bizimlədir. Eyni zamanda Rayon Təşkilatının sədr müavini Akşin müəllim buradadır. İctimai Birliğimizin idarə heyəti üzvləri Sevinç xanım, Leyla xanım buradadır və bütün burada olan dostlarımızda Kərəm müəllim bizim qeyri-hökumət təşkilatı üzrə yenidən sıralarımızdadır və biz bununla fəxr edirik. Bugün isə sizə daha bir xüsusi nümayəndəni sizə təqdim eləmək istəyirəm ki, bu da bizim Mirzə qardaşımızdır. Mirzə bizim Səliyanda, əgər mən bunu etsəm düz deyərəm ki, Səliyanda QT hərəkatının yaradıcısı, QT hərəkatının ayaq üstə, necə deyim, ayaq üstə dirçəlməsi üçün əmək sərf etmiş və ərzündən sonra da yaxşı əhəllər qoyub getmiş bizim ziyalımızdır. Həyat belə gətirib ki, bugün Mirzə müəllim öz fəaliyyətini xaricdə davam etdirir və ən yaxşısı da odur ki, o bir də Azərbaycan dərnəyinin rəhbəri kimi
bugün bizimle iştirak edir. Tabii ki ben bu barədə ətraflı mövzu olsa söhbət edəcəm. Bütün bu təqdimatdan başda digər xanımlarımızı, ziyalılarımızı yəqin ki izah etməyə İctimai Şura Vəfa xanım, Gənclər İdarəsi, Peşə Məktəbinin və sizi kollektiv bütün üzvlərimiz İctimai Şura adına salamlayırıq. İcazə verin mən layihənin məqsəd və məqsədləri barədə sizə izah edeyim. Çox qısa 10-12 dəqiqə mənim çıxışım ola biləcək və çıxış edəndən də arzu edirəm ki 2-3 dəqiqədən artıq vaxtımızı səmərəli istifadə edək. 20-25 dəqiqədən sonra çay süfrəsi çay veriləcək stolumuza, çay süfrəsi arxasında işgüzar olaraq söhbətlərimizi davam etdirəcəm. Həmin çay süfrəsi arxasında mən Mirzə müəllim haqqında əlavə məlumat verəcəm və Mirzə müəllimi dinləyəcəm inşallah. İndi isə icazə verin, mən layihəmizin məram və məqsədləri, onun ideyası, görüləcək işlər, gözləntilərimiz barədə tədbir iştirakçılarımıza məlumat verin. Beləliklə, layihəmizin əsas məqsədi Kür çayı ərazilərində biomüxtəlifliyin qorunması və bərpa edilməsi. Eyni zamanda maarifləndirici tədbirlər keçirməklə, insanlarda ictimai iştirakçılığa meylin artırılması, eyni zamanda ekoloji mədəniyyətimizi, ekoloji düşüncələrimizi artırmaqla bizim alternativ ekoloji davranışlarımızı təşviq etməkdir. Biz birazdan alternativ ekoloji davranışlar barədə ətraflı sizə məlumat verəcəm. Mən güman edəmirəm ki, bu mövzuda mən sizdən çox mutluyum. Yəni ekoloji davranışlar barədə. Güman edəmirəm ki, mən sizdən çox olmuşam bu barədə. Siz də mənim bildiyim qədər bilirsiniz. Sadəcə bizi buraya yığmanın məqsədimiz bir daha odur ki, biz bunları ictimailəşdirək, biz bunları özümüz üçün daha doğma hesab edək. Bu mənada layihəmizin ardı olaraq demək istəyirəm ki, layihəmiz 2 ay müddətində Səliyan şəhərində, Səliyan rayonunda icra olunacaq və layihəmizin qarşıya qoyduğu məqsəd vəzifələrini icra etmək üçün bir sıra fəaliyyət planı qəbul edib. Bunların arasında ağacəkmə aksiyasıdır, dərmi masalardır, təmizlik aksiyalarıdır və ən nəhayət İctimai Şuranın fəaliyyətini davam etdirmək üçün ictimai əsaslarla yaradığımız Yaşıl Səliyan Təşəbbüs qrupunun yaradılmasıdır. Və bu sözdə də mən yenə Mirzə müəllim adını çəkmək istəyirəm ki, biz təzələr layihələr müzakirə edəndə Mirzə müəllim deyir ki, təkcə layihələr icra etmək əsasdır. Əsas monitorluq edənlər bunu necə davam etdiriləcək, bu layihənin sonu nə olacaq, bu məsuliyyət kimin üzərində qalacaq. Mirzə müəllim layihənin sonunda İctimai Şura bizim Yaşıl Səliyan Təşəbbüs qrupu yaradacaq və təşəbbüs qrupu bizim davranışlarımızı necə deyim ki, mətbuatda, insanlar arasında, sosial şəbəkələrdə paylaşacaq və bizim ekoloji mədəniyyətimizin artmasına dəstək olacaq. Əsas məsələ bəlidir. Ona görə ki, tədbirlər keçirməyə nə var ki, tədbirlər keçirdirsən, ancaq o məsələ budur ki, cəmiyyətə yayma və davamlı olaraq. Bu işdə mən güman edirəm ki, Anakür İctimai Birliyinin kifayət qədər təcrübəsi var. Yəni, niyə görə bizim əlimizdə mətbuat var, bizim əlimizdə sosial şəbəkələr var. Eyni zamanda bizim ətrafımızda yaxşı ziyalılarımız var, maarifpərvər ziyalılarımız var. Bu ki, Təliyyən müəllimi var, bura gəlib gətirən səlyançılıq, səlyanın necə edir, təəssübünü çəkmək. Eyni zamanda bələdiyyəmiz, şəhər sevir, bugün bizimlə nəyə görədir? Bunlar mənim işimə verilən qiymətdir, rayonumuzun işinə verilən qiymətdir. Eyni zamanda bu iş dövlətin idarə elədiyi işdir, icra hakimiyyətinin təşəbbüsü ilə görülən işlərdir. Bütün bunlar tamam olaraq biz ona çalışırıq ki, rayonda ekoloji maarifləndirmə işi yüksək səviyyədə olsun, ekoloji maarifləndirmə işi nəticələri yaxşı olsun, davamlı olsun və monitoring üçün yoxlamaq üçün hesablaya biləcək nəticələr əldə olunsun. Buna görə bizim fəaliyyətimiz həmişə dövlətimiz tərəfindən qayğılıdır, nəzarətdə sağlamlığı bizi dəstək göstərir. Layihəmizin babədi olaraq mən onu sizə demək istəyirəm ki, ekoloji problemlər cəmiyyətimizdə çoxdur. Yəni, dünya iqtisadi ekoloji problemlər tərəfindən əziyyət qalmır çəkir. Mən keçən əsrin 60-70-ci illərdə axılıq bu ekoloji böhranlar Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qlobal bir səviyyə çatmış və beynəlxalq təşəbbüslər göstərilmişdir. Deyə bilərik ki, bəli, Azərbaycan da bu çağırışlara qoşularaq müxtəlif milli proqramlar, müxtəlif layihələr, donor təşkilatlarla layihələr icra edir və qeyri-hökumət təşkilatlarının elədiyi müsabiqələrdə ekoloji məsələlər üstünə verilməsi məsul önlərindən gəlir. Deyim ki, 2024-cü ildə Azərbaycanda
COP29 tədbiri keçirilməsi böyük ictimai siyasi mədəni hadisəydi və nə xoş təsadüf ki, mən bu təsadüf də demərəm, həmin o tədbirdə mən də bir gün iştirak edə bildim, özümü o ekoloji dünyanın bir parçası hesab elədim. Çox gözəl tədbir və təəssürat yarandı insanda. Bugün də may ayında 17-sində Ümumdünya şəhərsalma ruh 13 tədbiri gözləndi 17-22-sində. Ana İctimai Birliyi yenə də orada təmsil olunacaq və orada biz çox çalışacağıq ki, əgər bizə söz verirsə, aramızda ekoloji sahəyə münasibət və insanların ekoloji məsələlərdən qaldırmaq üçün ictimai təşəbbüslər, dəstək göstərmək əzmini ifadə eləməkdir. Xaraktercə bu mövzuda biz görüləcək işlər barədə sizə ətraflı məlumat verdim. Onu məlumat vermək istəyirəm ki, Sənan Bələdiyyəsinin təşəbbüsü ilə biz dünən kütləvi ağac çəkmə aksiyası keçirdik. Çox yaxşı təsir bağışladı. İndi biz layihələri start veririk. Növbəti günlərdə biz yenidən dəyərli masalar keçirəcəyik, bu işləri davam etdirəcəyik. Dostlar, bütün bunlarda danışmada məqsəd odur ki, biz nə eləsək, şuurumuzdakı bu yerliyi edə bilməz üçün bu tədbirlərin də, ağac çəkmənin də, mühafirənin də heç bir əhəmiyyəti yoxdur. Ona görə mən bir daha necə sakit yox, hamının düşüncəsi sanki buradan gedəndə o məsələləri biraz su da hazırlaya gelir. Biraz dəyişiklik gözləyir. O dəyişikliklə bir nümunə ola bilsin. Elə eləsə bilirəm ki, burada bir dəyişilməz. Yoxsa dəyişilməklə fikir yoxdur. Bunun fikir yoxdur. Yox, fikir yoxdur. Məhəmməd Ölçün bizə təcrübə deyərsinizsə. Ona görə çıxışlara başlayırıq. Nələrlə gəlir ki, mən reqlamentini danışmışdım. Dövlət nümayəndəsi kimi Alasman, birinci sizə söz verir. Birinci məsləhət Allaverdim mənim. Bəli, Allaverdim, buyurun. Olan təcrübəsindən yararlanmaq istəyir. Bir ev Allah verdi, Rayan Yallah Birliği'nin sədri. İctimai Birlik olarak bu günləri Anakköy İctimai Birliği'nin həyata keçirdiyi bir layihənin təqdimatında iştirak edirik. Əvvələn bəri başdan demişim, bütün ziyalılar tərəfindən, ziyalılar adından bu İctimai Birliği'nin bu layihəsinə uğurlar arzu edirəm ki, bu layihə başlandığı kimi də yekun nəticədə uğurla başa sarsın və hamımız sevinək və uğur görsün. Biz bu layihəni başlamışıqsa, axıra qədər də bu layihələrin üstə məlimin yanındayıq və bütün qruplara da biz bunu arzu edirik. Biz öncül kiçik yaş qrupunda olan məktəbliləri, məhəllələrdə olan sözü keçən insanları, ağsaqqallar, ondan sonra işin bilən, təcrübəli insanları bir araya gətirməklə, onları maarifləndirməklə yanaşı fikir bölüşdürmək də lazımdır. Siz də əkin bunun davamı yəni. Bir əkin üçün kölgəsinə dindərsinlər. Siz də onu qoruyun, gələcəkdə onu dindərə bilərsiniz. Ona görə də mən sizlər bizə uğurlar deyirəm. Məndən sonra fikirləşirsiniz ki, mən burada yormaq istəmirəm. Sizə uğurlar deyirəm. Çox sağ olun. Qərbi Azərbaycan icması Salyan rayon nümayəndəsi Kərəm Murad. Bugün bura çox aktual bir məsələyə toplaşmışıq. Həqiqətən də ekologiya elə bir problemdir ki, bu bizim həyatımızın ayrılmaz bir tərkib hissəsidir. Burada Rüstəm müəllim çox ətraflı danışdı, Allah verdi müəllim də həmçinin qeyd elədi. Mən sadəcə onu demək istəyirəm ki, bu problem həyatımızın ən əsas hissəsi olduğuna görə də həmişə ulu önlərimiz Heydər Əliyev tərəfindən diqqət mərkəzində saxlanır. Siz bilirsiniz ki, dəfələrlə öz çıxışlarında ulu önlərimiz Heydər Əliyev deyib ki, hər hansı bir ağacın kəsilməsi mənim oğullarımın kəsilməsi deməkdir. Bu, görün nə qədər insanda böyük bir təbiətə məhəbbət hissi var. Yəni, ekologiya, diqqət burada öz bariz nümunəsində tapmışdır. Və eyni zamanda möhtərəm prezidentimiz Cənab İlham Əliyev tərəfindən bir çox beynəlxalq tədbirlərin təşkili, respublikasında keçirilməsi, o cümlədən COP29 tədbirinin keçirilməsi və bizə də gələcək tədbirlərimiz onu göstərir ki, bu məsələlər həmişə bizim diqqət mərkəzimizdə olmuşdur və bundan sonra da olmalıdır. Amma bu problem böyükdür, məndən sonraki yoldaşlar yəqin bu məsələyə toxunacaqlar. Ona görə də Anakürüm İctimai Birliyinin gələcək fəaliyyətində ona uğurlar arzulayıram və bu işlə əlaqədar da həm də onu təbrik edirəm. Sağ olun.
Məhəmməd ağayı rayona çatmalar sonrasını şəhid edir. Havaya sərhəd qoya bilməzsən. Bura mənim ərazimdir. Bundan bayana mən atıran bombanı burada, silahı burada istifadə edirəm, o yəni keçməyəcək. Ona görə də mən elə hesab edirəm ki, və təklif edirəm ki, bizim layihəmizin ana xəttində bu məsələ ön planda yansın. Teşekkür ediyoruz. Sağ olun. Taner Bey, Mübariz Bey. Fikriniz, təqdim edənsiniz. Ümumata Mübariz Qəzənfəroğlu. 52-ci ildə Şorçlu kəndində oldu. Teşekkür ederim. Təyyarçı. Ondan sonra Səylan, indi belə baxanda Səylan, indi gedib görüm orada, Səylan yaşıl şəhərdir. Çox yaşıllığa. Yox, heç danışmır. Belə danışmaq yaxşıdır. Yola bütün tədbirçilərini salamlayıram, Vatan Olimpiyadı, Müəyyən Dövlət Olimpiya Mərkəzinin direktoru. Bu günləri, yəni ki, biz qeyri-hökumət təşkilatı kimi rəhbər olduğumuz bizim dostumuz Rüstəm müəllim tədbirinə erişmişik. Əvvəla çox yaxşı haldır ki, Rüstəm müəllim çox təcrübəli adamdır, bu işlərlə də çoxdan məşğuldur. Və ikindən yaxşı tərəfi odur ki, burada iştirakçıların da burada o sərmi gəlib iştirak eləməklə, tələsmədən, yəni tərkibə baxıram, elə o işin fundamenti ondan görüşür ki, burada insanlarda maraq, yəni o əsas göstəricidir. İndi dünya belədir ki, indi Rüstəm müəllim buradadır, indi Avropadan gəlir. İnkişaf edilmiş dövlətlərdə, Avropa dövlətlərində bu işlərlə çoxdan məşğuldurlar. Şükür Allaha bizim dövlətdə də bəyanlı yoldaşlar hamısı sağ olsun, hamısı yaxşı danışırlar. Allah verdi müəllim, Məhəmməd müəllim, Mübariz müəllim, hamısı çox gözəl sözlər dedilər. Yəni biz də indi qısası yaşadığımız rayonda, cəmiyyətdə bu işləri biz elə eləməli ki, biz də bu məsələlərdə yaxından iştirak edək. Nəsirova Leyla, Salyan rayon Mərkəzi Xəstəxanasının ictimai əlaqələr üzrə müşavirəsi. Uzun illər belə tədbirlərdə bir qəzetçi kimi iştirak eləmişəm. İndi rayonun səhiyyə müəssisəsini təmsil edirəm İrasda. Layihə dəstəkləyirəm. Yəni elə bilirəm ki, tibb sahəsində çox işləmişik. Elə bilirəm ki, indi bir köynək daha yaxın olsam da qəzetəçi kimi. İndi digər aspektdən yanaşıram bu məsələlərə. Elə bilirəm ki, birgə fəaliyyət növündə bizim də kömərliyimiz dəyəcək. Çox sağ olun. Salyan Uşaq Fondunun rəhbəri Sevinç Biləkova. Dəyərli qonaqlar, hər bizi salamlayıram. Hörmətli Rüstəm müəllim, bizə qədər çox gözəl mövzulara toxundular. Qonaqlarımıza yoldan təşəkkür edirəm, sağ olun. Mirzə Məmmədov, bugünkü gündə, bugünkü tədbirdə iştirak edirəm. Qaran Uşaqların Sağlam Gələcək İctimai Birliyi adından və eyni zamanda Fransada böyük bir departamentdə Azərbaycan və Türk təşkilatının rəhbəri kimi. Bayaq çox məqamlara toxunmaq saqqallarımız, müəllimlərimiz həqiqətən qürur verici bir hissdir ki, əlbəttə ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk və qeyri-hökumət təşkilatlarının qabaq şura edik, yəni qeyri-hökumət təşkilatları indi hal-hazırda agentlik edir və onun maliyyə dəstəyi ilə, onun belə deyək, bəzi halda insanların olan əməkdaşları özləri maarifləndirmə işi aparır. Rəhbərliyə minnətdarlığımızı bildiririk. Çox danışasır məsələlər var. Sizə layihədə uğurlar arzulayıram. Çox sağ olun. Şəkim Babayev, Yeni Azərbaycan Partiyasının Rəhbər Təşkilatının sədr müavini. Oradan da burada dəyərli fikirlər səsləndirildi. Hər birə təşəkkürünü bildirirəm. Uğurlar arzulayıram. Ondan sonra daha bir layihələrdən seçəcəklər. Salyan Belediyesi olarak gücümüz çatdığı qədər sizin layihələrə dəstək verə bilmişiksə nə gözəl. Bundan sonra da verməyə söz veririk ki, eləyəcək. Belə deyək də, bələdiyyə bu işlər üçün olmalıdır ki, rayonda görülən işlərdə, abadlıq, quruculuq işlərində gücü çatdığı qədər, maliyyəsi çatdığı qədər köməkli eləsin. Bundan sonra da söz veririk ki, sizin bütün layihələrdə, ümumiyyətlə layihələrdə iştirak edəcəksiniz. Təşəkkür edirəm. Deməli, həqiqətən də məclisi görmüşdük ki, əvvəli maraqlı olur, axırı hamı getməyə çalışır. Azam da verilib, dindarlar durmur, iş vaxtı da qutarır, nahar fasiləsindən da heç kim getmək istəmir.
görünür ki, Rüstəm müəllim, sizin gördüyü, təşkil elədiyiniz layihənin necə maraqlı, necə cəmiyyətimizə, rayonumuzun əhəmiyyətli olduğunu göstərir. Bir daha çox danışmaq olar, vaxt qısalayıb. O gün olsun ki, sizin yedinci layihənizi qeyd edir. Dostlar, bütün bu tədbirin səbirlə, necə deyim, təmkinlə, əvvəldən axıracan yeganə mənim olub. Yəni bu mənada bunun peşəkarlığı, işgüzarlığı, ictimai şəhət həvəsi və marağına görə mən müəllimə təşəkkür edirəm. Sağ olun, bir şey deyim. Sonda mən də bir kəlmə deyim. Xoş gəlmişsiniz deyim. Ən azından bizim müəssisədəsiniz. Və bu mövzu üzrə bir maarifləndirici söhbətə qoşulduq. Bizim üçün də xoş oldu. Təşəkkür edirəm diqqətiniz üçün. Rüstəm müəllim də dediniz ki, belə bir işdə bizə kömək üçün birbaşa bizim borcumuzdur. Yəni ki, ən azından burada nəsə bizim də bir köməkliyimiz dəyilsə, Çox böyük kömək oldu. Sağ olun. Sağ olun. Dostlar, mən sizə sağollaşmadan əvvəl onu deyim ki, bu papkalarda maarifləndirici materiallar var. Gəzit var, ekoloji yaklaşık var, başqa məsələlər var. Bunların hamısını götürürsün.